Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdu. 809-cu ildə Talış dağlarında başlanan Xürrəm hərəkatı tezliklə Azərbaycanı bürüdü. Babək bu üsyana rəhbərlik etdi. 20 il ərzində ərəb əsarəti və zülmünə qarşı döyüşdü. Qələbələrinin sayı hesabı yox idi. Üsyançılar Bəz qalasında toplaşırdılar. Ərəblərin çoxlu döyüşçü və sərkərdəsini məhv etmişdilər. Lakin sonra daxili xəyanət nəticəsində onlar məğlub oldular. Babək Xürrəmini və qardaşını xəlifin huzuruna apardılar. Düşmənlər sevinir, çalıb oynayırdılar. Babəkə və qardaşına şah libası geyindirmişdilər. Babəki bozfil, qardaşını dəvənin üstündə otuzdurmuşdular. Babək Xürrəmi İraqın Samirə şəhərində 838-ci ildə edam edildi. Dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür.